Salam əziz 11-lər, 9-lar və yaxud ümumiyyətlə imtahana hazırlaşan, ingilis dilində essay yazmağı öyrənmək istəyən dostlar. Bugünkü dərsimizdə yenə bizim Model Essay kitabımızın ikinci belə deyək, nüsxəsinin daha çətin belə deyək, tapşırıqlı olan hissəsinin ikinci bölməsini, yəni nurse tibb bacısı mətnini neyniyəcəyik, izahına baxacağıq, tərcüməsinə baxacağıq və bizə verilən nümunə suallar əsasında özümüz üçün də yazmağa çalışacağıq. Gəlin oxuyaq birinci, nə deyir burada? Nurses take care of people who are ill. Tibb bacıları xəstə insanlara qulluq edir. Nurses often work in hospitals. Tibb bacıları çox vaxt xəstəxanalarda işləyir. They look after the patient in their wards. Onlar palatalardakı xəstələrə baxırlar. Burada birinci bölmədə bizim diqqət yetirməyimiz gərək olan burada nədir? Who balaca kimi işlənib, ondan sonraki ifadəni və digərlərində necə ardıcıllıqla cümlələrin doğru ifadə olunmasına baxırıq. Nurses give patients their medicine. Tibb bacıları xəstələrə dərmanları verir. If people are ill or injured, it is important that they get their pills regularly. Əgər insanlar xəstədirsə və ya xəsarət alıblarsa, onların dərmanlarını mütəmadi, yaxud müntəzəm olaraq qəbul etmələri vacibdir. Some pills can cure an illness. Bəzi həblər xəstəliyi müalicə edə bilər. Other pills makes patients pain less so. Digər həblər isə xəstələrin ağrısını azaldır. People who are ill often have to have tests to find out what is wrong with them. Xəstə insanlar tez-tez özlərində nəyin problem olduğunu müəyyən etmək üçün testlərdən keçməlidirlər. Nurses help with these tests. Tibb bacıları bu testlərdə kömək edirlər. They take samples of blood from patient and these samples are sent to the hospital labs. Onlar xəstələrdən qan nümunələri götürüb və bu nümunələri neynirlər? Laboratoriyalara, xəstəxana laboratoriyalarına göndərirlər. Nurses also take their patient temperatures regularly. Tibb bacıları xəstələrinin müntəzəm olaraq temperaturunu neynirlər? Ölçürlər. If a patient's temperature is above normal, it means that the patient is ill. Əgər xəstənin temperaturu normaldan yüksəkdirsə, bu xəstənin xəstə olduğunu göstərir. Nurses help to make patients feel comfortable in hospital. Tibb bacıları xəstələrin xəstəxanada özləri rahat hiss etmələrinə kömək edir. They make their beds and help them wash themselves. Onlar onların yatağını hazırlayır, özlərini yumalarına kömək edirlər. Hospital patients often feel very worried. Xəstəxana xəstələri çox özlərini narahat hiss edirlər. Nurses talk to their patients and try to cheer them up when they are depressed. Tibb bacıları xəstələr ilə danışır və depressiyada olduqlarında onları neynirlər? Cheer up nə deməkdir? Ruhlandırmaq, şənləndirirlər deyir. Okay. Daha sonra nurses have difficult trying job. Tibb bacılarının çətin və nəyi var? Yorucu işləri var. They often works long shifts, sometimes at night. Onlar çox vaxt uzun növbələrdə, bəzənsə gecələr işləyir. Shift nədir? Növbələr. Patients usually know how much they rely on nurses and how good they are. Xəstələr adətən tibb bacılarına nə qədər etibar etdikləri və nə qədər yaxşı olduqlarını bilirlər. They often refer to the nurses as angels. Onlar tez-tez tibb bacılarını adlandırırlar, nəylə ifadə edirlər? Angels, mələk deyirlər. Okay, burada bir yeni sözlərimiz var və burada tibb bacılığının, sənətinin
Yaxşı və pis tərəflərindən danışdı, ümumiyyətlə onların iş qrafikindən danışdı və bizi üçün gələcəkdə bu formada sual düşəndə nümunəmizdən istifadə edə bilərik. Word nə idi dedi? Palata demək idi uşaqlar. Sonra deyir his son is in the children's ward in the hospital. Onun oğlu deyir xəstəxanadadır. Uşaqlar palatasındadır, uşaq şöbəsindədir və yaxud şöbədə deyə bilərik. Patient nə idi? Xəstə deməkdir. Patient bəzən səbir də mənası gedir. We have sent for the doctor. The patient is very ill. Həkim çağırdıq deyir, xəstə çox xəstədir. Injured nə demək? Yaralamaq, xəsarət almaq deməkdir. This bus crashed and the injured passengers were taken to hospital. Bu deyir, avtobus deyir, neynədir? Qəzaya uğrayıb və deyir, yaralı sərnişinlər xəstəxanaya aparıldı. Simple nədir? Simple nümunə deməkdir. They took a sample of water from the water supply. Onlar su təchizatında su nümunəsi götürdülər. They tested the sample to see if the water from the taps was safe to drink. Kranlardan gələn suyun, belə deyək, təhlükəsiz olub-olmadığını yoxlamaq üçün nümunə apardılar. Lab nə idi dedi? Lab laboratoriya deməkdir. We do experiments in the school lab during our science lesson. Məktəb laboratoriyasında təbiət elmləri dərsimizdə deyirik, təcrübələr aparırıq. Take someone's temperature, kiminsə deyir, hərarətini ölçmək deməkdir. Bir dəqiqə burada görək nədir? Aha. The baby looked very red and hot. Körpə deyir, qırmızı və çox isti görünürdü. I took her temperature and it was normal. Mən deyir, temperaturunu deyir, yoxladım və deyir, o deyir, normal idi. Cheer someone up, kimisə deyir, belə deyək, ruhlandırmaq, şənləndirmək. I tried to cheer that child up by giving her some sweets. Mən uşağa şirniyyat verərək onu deyir, neyini sevindirməyə çalışdım. Depressed nədir? Depressiyada olmaq. Amy is depressed. Amy depressiyadır. She cannot go on holidays this year. O deyir, bu yay tətildə neynəyəcək? Getməyəcək. Bu il tətilə getməyəcək. Sonra shift nə idi dedi? Shift dəyişmə, növbə. Melvin is a factory worker. Melvin deyir, fabrik işçisidir. He will finish his shift in an hour. O deyir, növbəsini bir saat bitirəcək. Rely on nə deməkdir? Güvənmək, inanmaq birinə. We rely on our teachers to help us with the lesson. Biz deyir, dərslərdə bizə kömək etmək üçün müəllimlərimizə güvənirik. Və növbəti angel sözü də ki, elə mələk deməkdir. My next door neighbor is always willing to help people. She's an angel. Qonşum həmişə insanlara kömək etməyə hazırdır. O bir mələkdir. Bu da bizim sözlərimiz. Aha. Burada isə bizim üçün nümunə suallar verib. Amma burada bizdə nurse yox, doctor. Belə deyək, write a composition about the work of doctor using the following sentence. Burada artıq bizim belə deyək, aşağıdakı yazı çərçivəsində istifadə edərək həkimin işi haqqında esse yazın. Aha, burada nələr yazırıq uşaqlar? Həkimin işi, their job is to, onların işi budur. Doctor has to ask his patient. Həkimlər deyir, nə soruşa bilər deyir öz pasiyentlərindən, yəni xəstələrindən. Sonra nə soruşmalıdır, həsd olmalı müəlli deməkdir burada. He then takes the patient's temperature. Daha sonra deyir o xəstənin temperaturunu ölçür. Next he will write the prescription. Daha sonra deyir resept yazacaq. A doctor's job is. Həkim işi. Burada özümüz ifadə edərik. Bu yaxşıdır, pisdir. Bu nümunələrə uyğun olaraq cümlələr qura bilərik. Belə deyək, əziz dinləyicilərimiz, bizim bu seriyamızı izləyənlərimiz, sizlər bu suallara cavab olaraq bizim videonun altına kommentlərdə
Doktor, həkimə aid bu suallara cavab verərək esse yaza bilərsiniz və biz mən onları çalışacağam ki, belə deyək, nümunələrinizi birlikdə yoxlayaq və bu da bizim yazı yazmaq qabiliyyətimizi həm inkişaf etdirəcək, həm də esse yazmamızı daha da rahatlaşdıracaq. Və bir də suallar vermək istəyirəm ki, əgər bu essenin nümunə olaraq bizə verilən suallara uyğun nümunələri burada sizinlə birlikdə yazımmı burada siz üçün, yoxsa elə birinci nümunəni oxuyub tərcümə edib yeni sözlərimizi, ifadələrimizi öyrənmək, tərcümə etmək və bu sual nümunələri siz üçün oxumaq kifayət edir. Və sizin kommentlərdə siz öz belə də hissələrinizi gözləyirəm. Hər birinizə uğurlar. Əgər bəyənsəz, videolarımız davamlı şəkildə sizlər üçün izahlı gələcək. Sağ olun.